Sözün var ki, çıxıb deyib, tutarırsa, amma bir də sən istəyəcək, belə edeyim. Cəmaatı qarşı-qarşıya. Ona görə Şəfbət Rabziyyə Rahimullah deyir ki, bu yol özü hakimiyyətə qarşı aparan ən dəhşətli yoldur. Bu yol özü aparır. Hansı ki, geri gələndə deyirlər ki, hakimiyyət sizə söhbətini aparırlar. Amma bu yol özü aparır. Sələf olma, boyun tutduğu minəz var. Yəni, şəri, qeyri-şəri var, yoxdur. Var, yəni, bax, bu adamlar özləri dediyi nədir? Bunlar deyirlər ki, hakim müsəlmandır, xuruc olmaz, itaat olunmalıdır. Sadəcə müəyyən şeylərdən çıxardıqlar şəri, qeyri-şəri və bu yüzden ona izah verildik ki, bu xatadır, səhvdir, əhl-i də yoxdur. Aydın mı? Buna görə, tutulan yola görə, yəni, onlar sələfdə qalırlar, yoxsa qalmırlar? Yəni, qalmır nəsiyyət olunur. Yəni, sələf dairəsində qalmır şey. Yəni, onun nəsiyyət olunur, əgər yenə davam edərsə, qalmır. Aydın, nəsiyyət. Kim nəsiyyət edir bilər? Ona nəsiyyət kim? Ona ittiham eləmək istəyir? Yəni, kimsə gedib, məsələn, bir eləməlidir o nəsiyyəti. Oradan durub kimsə deyəcək ki, mən gəlib nəsiyyət eləyəcəm. Kim ki danışmaq istəyirsə, onu ittiham eləmək istəyir, hökm vermək istəyirsə, eləmir? Nəsiyyət eləsin də. Mən bilmirəm. Mən tərəfimdən bilmirəm, kimsə onlara nəsiyyət eləsin. Atışma ola bilər, atışsınlar belə. O nəsiyyət deyil. Sizin aklınız səbəb gedib o Süleyman Ruheyli Hafsarlarına sual verirlər və bu da o deyir ki, xavaric qövlüdür bu. Özü sabahçı gün ona şeyxə rəddiyə olur. Şeyh Süleyman Ruheyli deyib, xavaric qövlüdür. Şeyh Süleyman Ruheyli deyib. Qalışdı mı xavaş edin? Süleyman Ruheyli Şeyh Əziz Ərənzidir, duanı şeyhlərlə. Yox. Süleyman Ruheyli deyil, bu xavaric qövlüdür. Yəni əhlüsünnələr yox deyir, belə təhlükəli deyil. Bu tərcüməsi olunub Bolivda da YouTube'da Şeyh Süleyman Ruheyli var. Qardaş o Süleyman Ruheyli deyil, o Şeyh Ərənzidir. Duanı şeyh xavaric deməsin, xavaric qövlüdür. Allah desin, Şeyh Süleyman desin, belə görür deyir də. Şeyh Albani deyir ki, cahilliyi üzr görürsən, təkfirə qapı açır, cəmatı bir-birinə belə bilir. Böyük şeyhlərimiz də deyir ki, cahilliyi üzr görür. Biz ondan gerək Şeyh Albani deyir, məşdən xavaçdır. Və üzrünə mövqeyidir. Şeyh Albani deyir ki, kim deyir ki, cahilliyi üzr görür, təkfirə qapı açır. Biz də bilir ki, böyük şeyhlər deyir. Selamun Aleyküm və Rəhmətullah Şeyx. Allah sizə bərəkət versin. Demək, Bidətçi Adilin məclisində səsli yazıya bir qulaq asın bu yaxında. Bu günləri, demək olar bu günləri. Orada bir qardaşımız demək, Bidətçi Adillə mübahisə edir. Cəmaat da, hətta cəmaat orada olur. Orada sual verir ki, bəs Sələf forumdan çəkindirirsən? Dedi ki, məsələ olub artıq. Dedi, amma bəs şəri, qeyri-şəri məsələsində durub, yəni o fikirdən dönməyib hələ. Həmən Bidətçi Adil də qayıdıb deyir ki, mən deyir, demişəm onun xətasından, onun o fikrindən çəkindirirəm, amma özündən yox, Sələf forumdan yox. Qardaş deyir, axı, bəs Süleyman Ruheyli bu barədə danışıb deyib ki, bu xavaric fikridir. Hətta bu barədə Süleyman Ruheyli və digər sələf alimləri danışıblar. Demək, oradan qayıdıb deyir ki, bəs bu fikir xavaric fikri deyil. Hətta orada Cek adında bir şəxs qayıdıb deyir ki, bu deyir, xavaric fikri deyil də. Yəni, bunu deyir, ola bilərdi Süleyman Ruheyli desin. Amma deyir, bu xavaric fikri sayılmır. Deyir, o deyə bilərdi, Süleyman Ruheyli deyir, görə bilər o fikri xavaric. Amma deyir, Şeyx Albani deyir, cahilliyi üzür görüb. Amma deyir, elə alimlər var, cahilliyi üzür görməyib. Onda deyir, biz cahilliyi üzür görməyənləri xavaric görək. Yəni, bunlar bu məsələləri qarışdırmırlarmı? Şeyx, yəni ki, bunlar qarışdırır deyəsən məsələləri, yoxsa yox? Bunlar hakimiyyə məsələsində olan, hakimə xuruc məsələsində, yəni ki, şəriyə, qeyri-şəri hakimlər, şəriyə, qeyri-şəriyə bölənləri xavaric görmürlər. Xəta görürlər, amma xavaric görmürlər. Yəni, bu barədə alimlərin rəyi var, şəriyə və qeyri-şəriyə bölənlər. Yəni, bunlar nəyə əsaslanıb deyirlər ki, xavaric fikri deyil o. Allah sizi xeyirlə mükafatlandırsın. Esselamu Aleyküm və Rəhmətullah. Aleyküm salam. Amma Adilin o Sələf forumu müdafiə eləməyi, bu təzivli deyil, qardaşlar. Onun da yanındakı da onu müdafiə eləməyi və qəribədir ki, cahilliyin üzr olmağına müqayisə edirlər. Birinci, müqayisə düzgün deyil. Müqayisə düzgün deyil. İkinci də, qardaşlar, bunların minhəci
bunların minhəci, başa düşün, bunların minhəci budur ki, bunlar deyirlər, minhəcdə problem varsa da, hətta ciddi məsələlərdə, böyük məsələlərdə, hakimiyyə məsələlərində, bunlar deyirlər ki, xətadır. Bunlar demirlər ki, bu rəy xavaricdən fikirdir, bunlar demir onu. Bunlar deyir, bu xətadır sadəcə də, yəni balaca şeydir bu. Yəni təyəmmüm alanda da bəzi məsələlər 3 dəfə əlivi yerə vursan xətadır. Hakimiyyədə məsələn, şəri, qeyri-şəri, bunlar gah deyirlər ki, belə rəy var, alimlərdən deyən var. Bunlar bəzi məclislərdə belə deyirlər, bəzən deyirlər ki, xətadır. Xətadır. Və bunlar çünki problem görmürlər. Bunlar buna görə insanları çıxadmırlar sələfilikdən və deyirlər ki, biz sələfilikdən çıxadmırıq, o sələfi görürlər onu. Və budur problemləri. Yəni, bunlar minhəcdə problemli olan adamları sələfi görürlər. Sələfi görürlər və bunlar baxmırlar bu adamlara artıq manilər, şərtlər tətbiq olunub. Hətta təkfir kimi eləsələr də deyirlər, yox, manilər, şərtlər lazımdır və s. Çünki bunlar və manilər, şərtləri gəlir özləri eləyərlər. Və ya bunların şeyxi deyə, kimdirsə, bunların şeyxi deyə. Ona görə bunların sözü ilə, onda xavariclər problemi yoxdur ki, bunlarda. Sadəcə xavariclər, xavaric demək düzgün deyil, onlar əhl-i sünnədir, bizim bu xavariclərdə. Bizə görə bunlar xavariclərdir. Amma bunların bu minhəcinə görə onlar əhl-i sünnədir, sələflərdir. Sadəcə düz deyək, kafir görürlər, xətadır. Xətadır. Və bu hilədir, qardaşlar, amma ehtiyatlı olun. Ehtiyatlı olun, batıl fikirdir bu fikir, ümumiyyətlə bu təqsim, batıl təqsimdir, yəni bölmək, hakimi şəri'i, qeyri-şəri'i. Hakim əgər artıq müsəlmandırsa, o hakim şəri'idir, bunu Şeyx Abbad da deyir. Bəs nə oldu Şeyx Abbad, Şeyx Abbad? Nə oldu Şeyx Abbada? Şeyx Abbad nə üçün demədilər? Arkadaşlar, belə şeylərdən onlara qulaq asmayın. Onlara qulaq asmayın, onlara çəkinin onlardan. Vəssalam. يقول شيخنا الفاضل عندنا بعض طلبة العلم يقولون بأن الحاكم إذا لم يحكم بشرع الله فهو حاكم غير شرعي، أي لا بيعة له، لكن يسمع له ويطاع من باب المصلحة ودفع المفسدة، لا يخرج عليه ولا يدعى للخروج عليه، هم لا يكفرونه. أشكل علينا قولهم في تعبيرهم بأنه حاكم غير شرعي لا بيعة له. يعني كونهم يعني يذهبون ويضعون أيديهم هذا مو بلازم، لأنه إذا يعني حصلت الولاية بأهل الحل والعقد أو تغلب وصار يعني الأمر بيده، فإن الجميع عليه أن يسمع ويطيع، ويعني ويعتبر حاكما شرعيا، ويسمع له ويطاع فيما هو طاعة، وإذا أمر بمعصية لا يسمع له ولا يطاع.